Buradan da video başladım. Yeni bir video olsun. Salam əzizlərim. Hoş geldiniz kanalımıza, videomuza. Biz Revan'ın yanına gedirik. Revaşkamı ziyaret edirik. Allah cəmi dünyasını dəyişənlərə rəhmət etsin. Bütün şəhidlərimizə rəhmət etsin. Hamısının məkanı cənnət olsun. Bakın Revan ne güzel mezarlığı. Elə bir ki kənddir, kənd havasıdır, belə soyuqdur, belə dağlıqdır. Həmişə belə bura çənli olur. Balam yaşıllıqdadır, çəmənlikdir. Aman sana kurban ağrım. Bunu açıp sevə, sonra bunu bağlamaq olar. Rahat silin. Bu yürüm könüş bacı qurban. Sevə oradan da çıxart bacı qurban. Silin. Bloku var. Ayşə. Bax buna. Yığın Nurka, tut bunu. Hamısını, bu qurumuş güllərin hamısını götür. Al, Nurka. O dursun, hə o lazım. Bu hardan düşürdü. Bunu da üstünü belə dəsmalla təmizləyərik qızlar. Arasından düşürdü bu. Allah rəhmət eləsin. Yox, çıxmazdı. Burana yol qoyublar belə. Hələ yerin daşına vurmayıblar. Gülləri hardan əkək, qızlar nə tər əkək, bilmirəm heç. Bunları Gülafət xalası almışdı. Düzəldər hamısını. Yeri daş elə vurulmayıb deyə tez tozlanır. Yaxın gəlib toz eləmini Ayşə, ayağı eləmə xala, sənə qurban olsun. Maması verir, bax o təmiz olsun, Revanın üzəri. Təmizlədi gülləri. Əkək, onlar hə bağlayaq, əkək, sonra yenə bir əldə yenə silərik. Bunu qoy kön yerinə, ay kön. Bunun üzərini dəsmanla belə elə. Hə? Sildi, hə. O ortadan qoy Günay. Bura qoyma.
Bir dənədir deyək, bir dənədir də alınmır. Hə də ona görə aşağı qoy, kön elə aşağı qoymağın daha yaxşıdır valla. Hadi. Yavaş. Yox, Asiya, bəs bir gedəndən sonra külək salaraq belə pis olar ona görə. Bunu da keçirdik belə. Nə tez məqamına uçdun ay Rəvan. Axı səndən hələ biz doymamışdıq. Sənsizlik içimi göynədir Rəvan. Bir an sənsizliyə alışmamışdıq. Ay Yusif simalım, ay gülər üzlüm. Yaxşı ki yaşadın sən aramızda. Melek simadakı xəfif gülüşün bir ömür qalacaq yaddaşımızda. Nənəsi yazıb, nənəsindən Rəvanım. Zəhra sen götür Nuray'a gidin gezin siz. Gidin gezin Nuray'a aparın gezin. Hə gidin gezin siz gidin gezin. Sen benim baharımdın. Varlığın hep içimi ısıtırdı. Bir ömrün açan tek çiçeğiydin. Ama sonra çekip gittin. Ben hep kış kaldım. Gittiğin günden beri hiçbir şey tamamlanmadı. Gülemedim işten. Hiçbir sabah uyanmak istemedim. Çünkü sen yoktun. Zaman geçti diyorlar. Geçti evet. Ama içimden değil. Senin olduğun yerde takılı kaldı kalbim. İleri gitmiyor. Geri de dönemiyor. Her gece başımı yastığa koyduğumda aynı hayal. Sesin, gülüşün, buradayım değişin. Ama uyanınca anlıyorum. Sen sadece içimde yaşıyorsun artık. Unutmadım. Unutamamdı. Çünkü bazı acılar hatırlamakla kalmaz. Yaşar. Ve sen, ben de halen yaşamaya devam ediyorsun. Gittiğin günden beri bir bahardı seninle dünya. Şimdi her şey yarım, her şey eksik ve ben sensiz tamamlanamıyorum. Niye sevdim, necə sevdim bilmirəm. Səni sənsiz yaşamaq çox çətinmiş. Nə ağırmış yaxınında dayanıb, yerlə göy tək uzaq olmaq səninlə. Nə ağırmış qovuşmağa çalışıb, istəmədən ayrı qalmaq səninlə. Ötən günlər yaddaşımdan silinməz. Hər gülüşün, hər baxışın bir izdir. Sanki ürək yolun azmış bir gəmi. Sənin eşqin ram olmayan dənizdir. Nə deyim, nə danışım əzizim. Gecikmişəm sevilməyə, sevməyə. Fəqət sən də bilirsən ki, mənim tək hazır idim bu eşq üçün ölməyə. Allah sənə qurban, sağ ol. Bağrı sənə çatmasa da əllərim, gözlərimin önündə ol, bəsimdir. Asiya pizzasını pişiklərinlə bölürsün, nə qurban olur. Gel, aç değil gel. Öz yeyərlər, gəl.
Rəqs paltarlarıdır, hə. Bunlar gedirlər, Sevagil gedir. Bunların rəqsləri var, müəllim çağırdı. Ayşə əsl yay paltarı geyinib. Bu şeylə xala qurdu. Rəvanın bu sigilləri də açıb seyir. Gedin, sağ olun. Yaxşı. O neydi? Gedin, yaxşı yol. Ayska yıxılarsan. Zəhra bacın tut yıxılar. Sevagildə yola saldıq. Dedim göbələk qalıb qaralmasın. İstədim belə yuyub pişirmək. Çox xanımlar belə yuyurlar, təmizləmirlər qabığını. Gördüm ki, yox alınmır elə. Qabığını soysun. Bir əli bir yudum. İndi qabığını soysun, könül doğrasın. Sonra da yenə yuyub hazırlayaram. Aysə təmizləyir əslində. Aysə təmizləyir. Bunlar göbələk eləsinlər. Mən də soğanı qovurum. Sonra toyuğun sinətti var. Arxasıca da bunun əlavə edeyim. Öncə hazırlayanda hamısını ayrı-ayrı qızardırdım da elə həvəsim yoxdur. Elə hamısını bir dənə bu qazanda hazırlayıb qoyacağım sobaya. Qaymağını, pendirini əlavə edib qoyacağım sobaya. Bir yarım saatda orada qalacaq. Pendilər yenə gedər, qəşəng olur onda. Belə də uzun-uzadı çəkməyim. Bu qabları da könüllüdür, mən silərəm. Belə yeməyimi hazırlama etapla da çəkim. Bəlkə yeni izləyicilərimiz üçün maraqlı olar. Bu da soğandır, bol-bol soğan. Əslində mən bunu hazırlayanda xanımlar 1 kilo göbələyə, 1 kilo toyuğun sinə ətini əlavə edirəm. Hardasa bir belə bolda soğan da miqdarını deyə bilmərəm. Təxmini bir yarım kilo olsun. Amma indi burada çoxdur. Hardasa azı 1 kilodur burada. Bəlkə də. Soğanı qovururuq. İndi bu biraz qovrulsun. Ondan sonra toyuğun sinə ətini xırda-xırda doğrayıb içinə əlavə edirik. O da pişir. Sonra qızarmaya düşəndə göbələyini əlavə edəcəm. İstəsəniz göbələyi ayrıca qovurda bilərsiniz, ayrıca qızarda bilərsiniz. Sonra birləşdirmək lazımdır hamısını bir qazanda. Ona görə da başqa qazan istifadə etmək istəmirəm. Elə bu böyükdür. Elə bunu da bura qoymuşam deyə orası dar olur. Ona görə elə bir dənəsini də eləyim. Mən bunları hazırlaya gedər. Könüldə ancaq bunları hazırlayar göbələyi. Bir də əlavə edəcəyim duzla istiot olacaqdır. Qaymaq, pendir. Külək qalxdı elə bil, hə? Yaxınca qaralmaq istəyirdim, hazırlayaq. Sabaha qalsa vəbşi pis olacaq. Xala əllərinə qurban. Balaca bombaqlayına. Külək qalxdı, pəncərə oynayır o yana bu yana. Amma indi fərqli yoldur ki, Raf göbələyi 2 kilo alıb, xoşu gəlib, nə bilim, bəlkə də yaxşı ucuz veriblər deyə 2 kilo göbələyi alıb, amma fileni 1 kilo alıbdır. Qaymağı da 2 dənə alıb, pendir də elə çox deyil. Amma hər nə etmək olar. Şərt deyil ki, elə hamısı eyni miqdarda olsun. Belə, indi mən də bunu yuyum. Açılmır belə. Bəlkə doğrayım, sonra yuyuram. Belə olanda doğramaq rahat olur. Bərk olanda doğramaq rahat olur. Bu da yadımdan çıxıb çıxartmamışam buzluqdan. Zəng elədim ki, cəsur çıxartsın ki, biraz ərisin, yaxşı gələ çıxardı. Yoxsa indi vəbşi daşı kimi idi. Belə, soğanımız qoyulana qədər mən də toyuğu yuyum, sinən ətini yuyum, doğrayım. Baxın, soğanımız artıq qovruldu. Bunu da yudum. Süzəyə qoydum, süzüldü. İndi onu da tökürəm içinə, birlikdə qovrulsunlar. Duz, bir də istiot əlavə edəcəm. Bunu belə hazırlayıb, heç sobaya qoymaya da bilərsiniz. Necə xoşlayırsınız, istəyirsinizsə. Amma mən üzərinə də pendir əlavə edib, sobaya da qoymağı sevirəm. Biraz da orada qəşəng pişir, pendirlər qəşəng quruyur, qəşəng olur. Halal olsun da, halal olsun Asiya. Gülüş deyirsən könül. Hər cür.
Şu qapağını da örtüm, qoy biraz su salsın, bu ət də yaxşı pişsin. Baxın, toyuğun sinəti soğanla qızardı. Xoş gəldin Gülafət. Seva getdi, onun rəqsi var idi. O Sevanın yox qızların. Deyirəm Sevanın rəqsi var idi. Nə tərsən gülüm? Bilən qızlar gedəsi keçdi. Qızlarla görüşənlər. Hə, biraz var gəldik də gülüm. Rəngsizdir. Hə, bu belə qovruldu. Göbələkdir. Biraz suya qoyduq. İndi bunu sudan çıxardıb tökürəm ora xanımlar. Nə edirsən ay Gül, nə var, nə yox? Sənsiz getdik, səni gözləmədik. Tez tələsirdilər də, gördün? Hə, mən də demişdim təxmin 10 olar da Gülü. Hə, gedərik. Hə, özümüz yenə gedərik. Daha önce avtobusla örgəndim, avtobussuz, taksisiz gedək, elə rahatdır Gülü. Özümüz rahat olsa girsən maşından, göz tez tələsir. Adam oturmaq istəyir orada, qalmaq istəyir orada. Elə tabii yemək zat verirdim, elə. Belə artıq suyu da çəkildi. 2 dənə baxın bu qaymaqdan almışdı. Onların ikisini də əlavə elədim. Bu pendir də südkeşdən keçirmişəm. Burada göbələk. Yo, Ayşə qapını bağla. Toz gəlir, xala qurban sənə. Hə, göbələk çoxdur deyə belə çoxu göbələk oldu. Rəngi də belə qarı oldu, göbələk çoxdur deyə. Bu qaymağı da qarışdıraq. İçində yaxşı-yaxşı söhə hazırdır. Töküm tavaya, pendirin də üzərinə. Amma Zəhriyə verməyəcəm. O qədər gəlir, baxır, maraqlanır. Bu nədir Sevinç xala? Qızım aşpaz olsun, oxusun. Aşpaz olmaq istəyirsən Zəhra? Hı? Bu biraz da belə qızarsın. Kömbəyə qaymaq da əlavə etmək olar. Smetan adi də, yəni smetan qaymaq belə. Görün deyir pişirməmişəm, amma belə yemişəm ətlə. Ətlə olanını yeyib, hə. Deyir ətlə olanını yemişəm, sinətlə yox. Camcı pıqqıldasın ay Zəhra, tökək tavaya. Qoyaq duxovkada biraz dursun, yeyib gedərsən, ha? Bu da hazırımızdır. Pendirin də üzərinə səpdim, qəşəng oldu, böyük qabla bir oldu. İndi qoyaq duxovkaya, sobaya qoyum pişməyə. Belə pişəndən sonra da görüm son halını yadıma düşsə çəkərəm. Biraz tərgimişəm telefonu. Amin Aygül, amin. Bu da bizim jülyenimiz hazırdır. Aldım sobadan. İndi qoyu qablarda yum. Kəsin, qızlar yesinlər. İndi çox qaynardı qızlar. Biraz keçdim, 5 dəqiqə keçsin. Kesəcəm, yeyirsiniz. Sən çəkin. Göz haqqınızı halal edin əzizlərim. Baxın, belə qəşəng alındı. Ayşə pendirlədir. Belə yemək alındı. Çörək istəmirsiniz könül? Belə, bu da bizim jülyen. Qonaqlarım gedirlər. Bunları da yola salıq. Gedək. 202-yə qədər. Axsaran yanından avtobusdan insinlər, getsinlər. Biraz da yengil var, külək başlayıb da. Mən də zibili götürdüm. Zibilsiz günüm yoxdur. Dedim də zibil qalmasın. Yaxşı götürümsüz, kurtka giyinmişsiniz siz könül. Hava sərnidir. Axır gəldik, çatdıq. Baxın, o sınıfı gedəcək. Oradan köyün geri yola salaq. Avtobusla onlar geçsinlər. Biz də qaydaq evə. Bu da oldu axşam yürüyüşümüz.
Peskotdan keçək. Bir damcı külək qalxdı, hər yer zibilləndi. Gəlin. Burada gül aləmində dünən gül tapmadıq. Bu günümüz də belə keçdi. Bilmirəm nələr çəkdim, çəkmədim. Görə Ayşənin avtobusu gəlirmi? 202 ilə Nərmanova sonuncuya. Oradan da bir avtobusla desin 24'dür. Oradan da qara çıxırıq. Seva уже çoxdan evdə deyil, rəqsə getdilər. Buradan rəqsə getdilər. Paltarla gəlmişdi. Uşaqların rəqs donlarını da götürmüşdü. Hansı ki lazımdı onlara. Sağollaşırsınız. İndi gələcək 202. Ayşə, məni də aparırsan evinizə? Ha, xalıyı da aparırsan, gedim sizə. Məni qoyub gedirsən Ayşə. Baxala neynəsin? Sabah Nuray məktəbə, Cəsur məktəbə, Rauf əmi işə. Tək qalacam, hə. Черепаха kim yavaş geliyor. O мультик var, едет и едет. А где финики-то, финики? Ayşka. Güzel Ayşka. Şeker Ayşka. Kıvırcıktı kıvırcık. Şey kıvırcık. Едет и едет. Братцы кролик на новоселье едет. Geldi. Sağ ol. Yaxşı. Sağ ol, Sevinçkala. Sağ ol. Hamıya salam deyin, Rəşidə salam deyin, mamaya salam deyin. Gedək, gəl. Getdilər. Gəl buradan keçək. Dur, orada gedək. Gedək bu mağazinə. Lesprində baxaq. Hə. Cinslər burada 25 manatdır. Balamı çəkim. Hardasan atam? Salam elə hamıya. Yenə qışı gətirdin, ay dağlar. Sonuncu çəkilişimdə, bilmirəm indi bu çəkilişimi oracalayaram, calamaram. Könüllü yola saldım, qayıtdım, gəldim xanımlar. Elə yolda gəldim, şəmsiyyədən zəng gəldi. Tərgimişəm, çəkilişim, sizin biri çəkməmişəm. Şəmsiyə zəng elədi ki, BBC Türkiyədən gəlib. Bizə başsağlığına da gəldi. Sağ olsun, Allah ölənlərinə rəhmət eləsin. Elə evə gəldim. Şəmsiyə gəldi, BBC-nin bacısının uşaqlar da onlardaydı. Əslində Şəmsiyə Xaçmaza getmişdilər. Öz ata-anasını ziyarətə getmişdim da məzarlığa. Gəlinimizin də ata-anası rəhmətə gediblər. Allah bütün ölənlərin dünyasını, o dünyasını versin, rəhmət etsin. Elə bizə də gəldilər. Onu deyirəm ki, yadımdan çıxıb heç bir damcı da Müslüm gidi çəkməmişəm. Elə oturdular. Bacısının bebisi ayrı getdi. Sonra Şəmsiyə də ayrı getdi. Özü taksi çağırdı, getdi. O gün üçün daha orada çəkmədim. Bugün də dağlar havayı belə yağışlı elədi. Yağış yağdırdı dağlar bugün. Hava sərindi.
Desəniz hara gedirəm? Gülafət bacı evdə dayanma. Gördüm təzyiqimdə yenə var, narahatam. Biraz gəldi mənlə oturdu, gördü ki, yaxşı deyiləm. Dedi bacı, dağların rəqsi var, gedirəm. Siz də mənlə gedək. Evdə Cəsur yox, Cəsur dərsizdə. Nuray da. Nə oturursan? Nuray da Azərbaycan dilinin hazırlığına gedib. Rauf da işdə. Raufa səs atdım. Dedi ki, hə, gedirsən, get. Mən də axşam diş həkiminə gedəcəm, işdən çıxıb o da gedəcək. Nuray da səs atdım ki, belə-belə. Evdə olmayacam, gələrsən Nuray. Gülafət bacım deyir, evdə durma, gedək bizlə. Allah kömək olsun. Yaxşı ki, yanımda var. Gedək, görək. Dağlar nə tər rəqsidir, vals örgənirlər. Bu il Dağlar balam 4-cü sinif buraxılışıdır. Xalasının balası. Gedim, biraz dağlarında gəzim, gəlim. Xalasının təzyiqi düşəcək, hə Dağlar? Əlimi keçən dərmanlarımdan içdim, çıxdım. Gülafət məni tək qoymurdu evdə qalmağa. Gəlib baş çəkəsidir, çünki insan tək qalanda nə qədər olmazsa pis olursan. Nə deyirdin bacım? Deyirəm, nə qədər gəlmiş başladı. Yaz öz ab-havasını göstərir. Təzədən kombələri yenə qoşduq. Ataplenyanı yenə qoşduq. Yaxşı ki, yorğanları götürməmişdim. Özümüzünkini götürmüşəm, uşaqlarınkini yox. Həmişə mayaya girən kimi mən xalçaları götürürdüm. Birinci Gülafət başlayırdı, start verirdi. Xalça yuma. Mən eləyirdim. Bu gəlsin yox. Qış bizdən çəkmiş. Biraz isinir. Uşaqlar marojnaya başlayırlar, təzədən yeni soyuyor. Zahidin qış tutkasını 3 dəfə yuyumuşam, götürmüşəm, bir də çıxartmışam geyini. Mən elə kişi kimi özümünkünü nətər yudum, götürdüm. Nə qədər soyuq da olsa da götürmürəm, götürmüşəm. Uşaqların belə jaketləri var, Cəsurun belə kurtka kimi də qalın. O özünə yaxşı paltarlar alır. O elə onları giyinir, gedir, cürbəcür var. Nuray da elə vitrovkasından gəzir. Belə, biraz yoldan çəkdik. İndi gedək dağların rəqsində. Dağlar getdi rəqsinə, də oranı çəkmədim, valideynlər də var idi. İndi Gülafət bacıyla yenirik, gəzirik. Saat yarım olurlar, orada ösə 1 saat. 2 saat? 5-də girirlər, 7-də çıxır. Görək məndə nə ziyafət verirsən, harada oturdursan biz, nə yeyirik? Ürəyim nə istəyir? Biraz gəzək, təmiz hava, sərin hava. Təmiz olmasa da maşınların yanında, amma yəni sərindir hava. Mən şal aldığım tərəflərdir, hə Gülü? Hə. Şərab evi. Buraları gəzək xanımlarda. Nə çəkim ki oradan. Bu nə güldü belə Gülafət, satdıq deyəqən də. İndi gedək o parkı gəzək. Sağ ol bacı, cibin dolu olsun. Dur gedək. Bu tərəfdən. Buradan çıxdı. Buradan çıxaq. İçərisi deyil, əsər. Dağlar dəcə özləri oturub yiblər mənə birinə bulqanlar. Çıxanda rəqsdən sonra azca. Hanı Nurayla duyğu gəlin idman eləyin. Onlara yaraşır idman, çox köydülər.
Adam azdır, adam yoxdur demək olar. Soyuqdur. O restoran da bizə baxırdı ki. İndi park da bizə baxır. Sən əməlli başda qışı gətirmisən, qış kurtkasını giydin. Gümüş nazik tutan giyindim mektebe gələndə. Gördüm hamı qış paltarındadır. Ne qəşənglər güllərdir. Quşların səsi. Vəziyyət dayanıb. İndi son zəngdə burada nə qədər uşaq olacaq. Elə qayıtdım sizin üçün çəkməyə. Baxın nə qəşəng göldü. Belə yaxınlaşdırım. Baxın nə qəşəng görünür. Gözəldir. Bunlar da hamısı qızıl gülün də vaxtı gəldində bunlar da açarlar. Qəşəng qızıl güllər də olur. Burada rəngarəng. Onu tutuştura bilmirəm. Aha, belə yaxşıdır. Belə gülü getdi. Burada da var. İris. Məncə adı rusça irisdir. Azərbaycanca bilmirəm. Bəlkə rusça da səhv deyirəm. Onu da bilmirəm. Hələ tezdə aprel ayıdır. Açacaq hamısı. Bax, qəşəng qırmızı butaqları var. Nə gözəldir park. Burada bizim şəkillərimiz var. Yadındadır. Olacaq. Tam toyuğunca. Hərəsində saçına bir dənə qızıl gül keçirdim. Şəkillərini çəkmişdik. Mənə bu ağac maraqlı gəlir. Bax, bunun üstü. Bax, o çəhrayı var. Hə. Baxın, ağacı da bunun. Deyirlər, dikə sirey, vəhşi yasəmən. Elə deyir, çünki Nurayın Çox qəşəng görünür. imtahan verəndə o demirəm, nəni ilə mən gəzirdim. Orada Nuray gözləyənə qədər oturduq elədik. O dedi ki, vəhşi yasəmədir, dikə sirey. Nə bilim, elə dedi valla. Suriyə də iyi. Mən bunu uşaq vaxtı yalan deyirəm, görməmişəm. Mən bunu Biləcərdə gördüm. İzadı Amma yoxdur. bacı, onun şeyləri Hə, lobiya kimi toxumlar var. Akasiyanın şeylər belə olur. Hə. Ondan da düz deyil. Bax. Mən onlar doğrudan da Biləcərdə gördüm. Öz tərəflərimizdə görməmişdim heç vaxt. Bir də sarı belə uzun sov olur deyə belə hasar bitkisiydi belə sarı qopardırdıq, ucunu çitib sorurduk ki, içində bal var uşaq vaxtı. Onu iyi də qəşəng İyi də, olur. hə. Mənim mamamın gəlin həyatında var. Setkaların içindən belə giribdi. Səhər durursan bir gözəl iyi vurur. Çox gözəl güllərdən çox ötürlər, qəşəng. İndi mənlə gəzmirsən, orada durub gözləyirdi şeydə, rəqs olan yerdə. Valideynlərlə orada oturur. Otururlar orada. İçəridə qoymurlar, yox, ya parkın həyətində otururdu. Hə, Mən gördüm orası getiriyor. gördüm, balaca tədris mərkəzidir. O vaxt ora bilirsən nə idi bacı, dağlar mən 4-5 yaşın təzəsi keçmişdi. Hə, Örnəyə qoymuşdum o vaxt. hə, İndi ora. örnəyin yerini dəyişiblər, bunlar keçir. Hə. Bu nəsə bitib burada ortada. Elə bil ki, əllə əkilmişdim. Qəşəng də qayçılayıblar dümdüz. Yadındadır, keçən gəzirdik may ayında. Yürüyüşə çıxırdıq. Rəvana cəsur baxırdı. Uşaqlarla qalırdı. Bizim də ata evimizdə orada məhəldə bax belə ağaclar vardı, onları kəsibdilər dayı.
yerində ev tikilir. Çınarlar. Köhnə tut ağacı rezini bağlayırdıq, rezinka oynayırdıq. Bu ağacdan o bir ağaca bağlayırdıq, rezinka oynayırdıq. Aşağı ilə düşək. Bizim çəkim Koçellərdə bir insan yoxdur. Hava soyuqdur da, sərindir. Kimdir bura gələn? Ay Gülafət. Özümüz kapşonu giyindi özümüz. Deyirəm, kim gələcəkdə kapşon giyindi özümüz. Bunlar kartoşka gülünün bir növüdür. Yadındadır bunlar. Hər cür rəngi açırdı, sarı, narıncı, onlardandır. Hə, məncə. Burada piknik eləmişdi Fidanla, yadındadır? Evlər yaradı. Uşaqlar bu. Azabaqdan çoxdan tutarsınlar. Qara toyuqdur, yoxsa ona qara toyuq mu deyirsiniz, yoxsa sığırçın? Sığırçın üstündə belə şeylər. Qara toyuq, hə. Qəşəng parkdır, böyük parkdır. Həm səliqəli. Həm köhnəli bir parkdır, ağaclar böyükdür da. Bir var təzə salınsın, bir də var köhnə parkdır. Oradakı qızıl güllər qəşəng açır. Bu bitki də bir kəklik otuna oxşur, bax, uzaqdan baxanda. Bax bu. Yenidən baxanda da bir kək otudur. O bina nə binasıdır bacı? Burada qızıl gül açmaq istəyir, bax, görsən. Hava soyuqdur. Narıncı rəngdədir. Ay Allah, qırılıb mı görəsən bu belə? Yox, hə, basıblar, bax, qırılıb. Gidək gəzə-gəzə daha. Ha, Gül, gedək mi? Dağların rəqsinin yanına.